Bu gün sizə it hücumundan danışacağım. Təsəvvür edin ki, belə bir it üzərinizə hücum eləyir və siz bu zaman nə etməlisiniz? Əslində, səmimiyyətə qalsa belə bir it hücum eləsə heç nə eləyə bilməyəcəksiniz. Çünki qaçış variantınız yoxdur. Onun 4 ayağı var, sizin 2 ayağınız var. Yəni, mümkün deyil ki, ondan qaçasınız. Ancaq ümumiyyətlə bu küçə itlərindən, sahibsiz itlərin hücumu zamanı çalışın onların perimetrinə girməyin. Çünki o itlər əsasən perimetri müdafiə edirlər və həmin o əraziyə girişin qarşısını almaq üçün toplu şəkildə hücum edirlər. Ona görə o itlərdən uzaq dura bilərsiniz. Amma belə bir itdən və yaxud da hər hansısa bir cins itdən, hələ də təlim keçmiş bir itdən canınızı rahat qurtarmaq biraz qəliz məsələdir. Edə biləcəyiniz yalnız bir şey var. İt hücumu zamanı əgər tərpənməyi, belə deyək də, tərpənə bilmirsinizsə tərpənməyin. Mümkünsə bunu eləyin. Başqa nəsə eləməyiniz təbii ki, ağır fəsadlara yol açacaq. Əgər tərpənməsəz, it o zaman sizdə olan özgüvənə rahatlanaraq bəlkə də sizdən narahat olub hücumu saxlaya bilər. Amma bu dəqiq bir şey deyil.